Bax, yadınızda saxlayın. Sabitin törəməsi sıfıra bərabərdir. S-dirsə, S sabit ədəddir. S-dən törəmə sıfırdır. Bu üstündən xətt törəməni bildirir. Məsələn, 5-in törəməsi nədir? Mənfi 3-ün törəməsi nədir? 0. Nə olsa törəmə sıfıra bərabərdir. X-in törəməsi bizə verir 1. X kvadratının törəməsi bizə verir 2x. Hardan alır bunlar? Bax uşaqlar, yadınızda saxlayın. Düsturumuz nədir? X üstü n-dən törəmə alıramsa, üst vuraq, dərəcə neçədir? Üst vuraq, x üstü üstdən 1 əskik. Tutardı ki, bunu bilsən, sən x üstü 10-dan da törəmə alırsın. Məsələn, x kvadratından törəmə aldıq elə. X-in kvadratından törəmə almış. Üst vuraq, üst neçədir? Üstdən 1 əskik. Yox, üstdən 1 əskik deyirəm, 2 çıxaq 1. 2-dən 1-in çıxanda qalır. Bu 1 yazılır bura, yoxsa yox? Yazmır. Məsələn, x kubundan törəmə alır. Üst vuraq, üstdən 1 əskik. X üstü 5-dən törəmə alır. 5 vuraq, x üstü 4. Üst vuraq, üstdən 1 əskik. Yaxşı? Ay sağ ol. Ola bilər ki, üstü mənfi olsun. Məsələn, x üstü mənfi 2-dir, elə? X üstü mənfi 2. Üst vuraq, üstdən 1 əskik. Mənfi. Ola bilər, bunu da belə saxlamaz. Mənfi 2 vuraq, x üstü mənfi üstü nə deməkdir? Belə də yaza bilər da. Mənfi 2 bölünsün. Yaxşı mı? Və yaxud belə yazar. 1 bölünsün x kvadratından törəmə. Siz bunu belə yaza bilərsiniz. X üstü mənfi 2. Üst vuraq, üstdən 1 əskik. Mənfi 2-dən 1-in çıxanda mənfi 3. Yadda qalar? Ay sağ. İndi uşaqlar, bilməliyik ki, əgər A və B ədədləri verilsə, çox ədlidirmi, yaxud da bir ədlidir, nədirsə verilibsə, bundan törəmə, cəmi törəməsini alıramsa, həm birincidən törəmə alaram, həm də ikincidən törəmə alaram. Toplamadısa toplayarsan, A çıxaq B-dən törəmə alıramsa, həm A-dan törəmə alaram, həm də B-dən. Məsələn, 2x üstə gəlsin 5-in törəməsi. 2x-in. İndi burada hasilin törəməsidir. Yox, törəmə alınırsan da, geri qayıtmır. 2x-dən törəmə alacaqsan. 2x-in törəməsi 2-ni verir. İndi deyəcəm hasilin törəməsini. Üstə gəlsin 5-in törəməsi nə verir? Sabitin törəməsi 0. Yadımızda saxlayaq ki, kx plus 5 şəklində olan funksiyanın törəməsi elə k-dır. Həqiqətən kx plus b bizim üçün nə idi? Düz xətdir. Bunun törəməsi deyəndə nəyə başa düşürük? K-nı. Görsən elə buradakı, bax, k bucaq əmsalı bizə həmin funksiyanın nəyini verdi? Bax, görürsünüz, 3x üstə gəlsin 4-dən törəmə alıramsa, burada k neçədir? Deməli, bunun törəməsi bizə neçəni verir? Yaxşı? Ola bilər belə bir olsun. X-in kvadratı üstə gələ 2x üstə gəlsin 5. Bundan törəmə alın. Həm x kvadratından törəmə alalım. Həm 2x-dən törəmə alalım. Həm də 5-dən törəmə alalım. 2x-dən nəfər alır. Deyəcəm. X kvadratının törəməsi 2x-dir. 2x-in törəməsi 2-dir. Kx-in törəməsi k-dır. İstəyirsən kx olsun, istəyirsən kx plus b olsun. Həmişə törəmə nə verir? Baxın, bir dənə yazıram, yadınızda qalsın. 3x-dən də törəmə 3-ü verir. 3x plus 5-dən də törəmə yenə neçəni verəcək? 5 0 verir ya. Bəli, sabitdir. Sabitin törəməsi nə verəcək? 0. Və sonda burada aldığımız 5-in törəməsi nə verdi? 0. Deməli, bizim x kvadrat üstə gəl, 2x üstə gəl, 5-in törəməsi nə oldu? 2x üstə gəl. Cəmlə fərqi bildik, eləmi? İndi uşaqlar, hasilin törəməsindədir. Bax, deyək ki, mürəkkəb funksiyanın biri fx-dir, biri də gx-dir. Düzdür? Bundan hasildir da, törəmə alırsan. Birincinin törəməsi, vuraq, ikinci.
Bir dəfə birincidən törəmə alıb ikinciyə vurasınız. İkinciden teramı. Sonra da ikincidən törəmə alıb, Birinci. bəli, vuruq birinciyə. Bölmə sualını verəcək müəllim. Yox, bölməsi olma fərqli. Bax, bayaq 2x dedim elə. Bu hansı? 2 vuraq x deməkdir elə. Birincidən törəmə alıram. 2-nin törəməsi vuraq x. Sonra Üstə gələk. X-in törəməsi vuraq birinci. 2-nin törəməsi nə verəcək? oraya 0 verəcək. Bura 0 getdi. X-in törəməsi nə verir? Sıfır verməsine. Sıfır. Bayaq dedik, x törəməsi 1 verir. 1-i də 2-yə vuranda, İki. əgər yadınızda çıxsa ki, x-dən törəmə alıramsa, bax, üst vuraq, üst neçədir? Özünə bir Üstdən 1 əsr. Birdən birin çıxan nə eləyəcək? Sıfır. Hə, o da Üstü 0 olan kəmiyyət nədir? bir. Onda elə x törəməsi nə verdi? 1. Yaxşı? Dəyişənlə törəmə 1 verdi. İndi baxaq. Bir dənə də funksiya yazıram. 3x-in kvadratıdır, düzdür? Əgər bizim hasildə S vurğu varsa, S qarşıda durur. S ilə işiniz yoxdur. Qaldı nə? X kvadratına. X kvadratına törəmə nə verər? 2x. Sonra ki 3 vuraq 2x. 6x. Bizə nə verir? Bayaq ki yazmışdıq 2x-in törəməsi. 2 sabit ədəddir, düzdür? 2 qaldı qarşıda. X-in törəməsi nə vermişdi? 1. 2-dən də 2-ni 1-ə vuranda 2. Yəni bundan biz nə aldıq? Törəmə almışıq. Oldu? Ümumi olaraq qaydanı belə yaza bilərik. X-in törəməsi kadır. Bəli. Məsələn, 15 x-in kubudur, düzdür? 15 sabit vuruqdur. Qarşıya çıxa bilər. 15 vuraq. 3. Sən x kubundan törəmə alasın. X kubundan alanda 3 vuran x'in kvadratı. 3x'in kvadratı. Ay 15-ə də vuranda 45 x'in kvadratı. 4. Yadda qalar. Bu, deyək ki, sadə funksiyalar üçün törəmələrdir. Sonra gəlir indi uşaqlar mürəkkəb funksiyanın törəməsi. Var trigonometri funksiyanın törəməsi. Trigonometrik dərsimiz. Trigonometri funksiyanın törəməsindən nəyi bilməlisən? Sinüs x-in törəməsi verir bizə, Kosinüs x. Kosinüs x'in törəməsi mənfi sinüs x. bəli, təzədən kosinüs x-dən biz törəmə alırsa, verir mənfi sinüs x. Düzdür? Tangensdən törəmə alırsa, 1 bölü sinüs. biz kəsir, bunu bilmək üçün, bax tangens niyə 1 bölü sinüs kvadratı verir? Gətirin kəsir yazaq sonra. Bax buna sonra qayıdacağım. Canım, səbir ol. Biz fx vuraq jx-i nə dedik? Fx'in. Bir dəfə fx-dən törəmə aldıq, jx-ə vurduq. Bir dəfə də jx-dən törəmə aldıq. İndi bölməsinə bax. Fx bölünsün jx-dən ikisindən törəmə alıram, düzdür? Burada nədir? Sürətdən törəmə al, vur məxrəcə. Bax, f-dən törəmə al, vuraq fx-i, vururam məxrəcə. Bayaq hasil olanda toplayırdıqsa, indi bölmə olanda çıxacaq. Çıxırıq. İndi də j-dən törəmə al, vur sürətə. Eyni şeydən qaçma olur. Bir də bölünsün məxrəcin kvadratı. Bölünsün nə var? Məxrəcin kvadratı. Bax bu hasillə nisbət oxşardır. Hasil olanda sürət cəmdir. Amma nisbətdə bir dənə fərq nə var? Məxrəcin kvadratı. Bir də orta çıxar. Yaxşı? Bax indi belə bir nümunə yazıram. Bax, tutaq ki, 3x üstə gəlinsin, 5 bölünsün, x plus 1-dən törəmə almaq lazım. Bir dəfə. Sürətdən törəmə alaq. 3x plus 5-in törəməsi nə verir? Vuraq məxrəc. Çıxaq. İndi məxrəcdən törəmə. 1 verir müəllim. Kx plus b. Məxrəcdəki x-in əmsalı neçədir? 1-dir də, düzdürmü? Məxrəcin törəməsi 1 vuraq sürət. Bölən məxrəcin kvadratı. Məxrəcin kvadratı. Məxrəcin kvadratı. Qutardı getdi. İndi gəlin bir ayrı nümunəyə baxaq. 5 bölünsün. X-in törəməsinə baxın. Bax, birincinin sürətin törəməsi nədir? 0 olacaq.
Bəli, 5-in törəməsi. Bax 5-in törəməsi vuraq məxrəc. Məxrəcin törəməsi vuraq sürət. Bölsün məxrəcin. 5-in törəməsi 0 olduğuna görə bura getdi 0-a. Nə qaldı? 1 mənfi 5 bölsün. Burada görsən 5 sürətdə düzdür, yenə sürətdə. Qarşına nə yarandı? Yadınızda saxlayın. 1 bölünsün x-dən törəmə alanda mənfi 1 bölünsün x-in kvadratı. Bax bu qayda əsasdır. Bura 3 olsa 3 bölünsün x kvadratı mənfi 3 bölü x kvadrat olacaq. 5 bölü x isə 5 bölü x. Tutaq ki mən 4 bölə x-dən törəmə alıramsa nə verəcək? Mənfi 4 bölək əmsal nəticə olduğu kimi qalır. Qarşıya çıxır. Yaxşı? 4 bölünsün x-in kvadratını. Kəsiri bildik. İndi gəlin qaydaq bayaq dediyimizə. Tangens x-dən törəmə almışıq. Bəli, tangensin düsturu nədir? Bəli, bir də həm sürətdən törəmə məxrəcə vuracaq. Məxrəcdən törəmə sürətə vuracaq. Bax, sinus x bölünsün kosinus x. Sürətin törəməsi. Ümid sakit. Kosinus x vuraq. Sürətin törəməsi kosinus vuraq məxrəc. Çıxaq məxrəcin törəməsi. Görsən mənfi bu qarşıdakı nə eləyir? Sinus x vuraq sürət. Bölək məxrəcin. Bu kosinus kvadrat x-dir. Bu da cəmi nə verir? Kosinus kvadratı. Sinus kvadratı bizə 1. Nə aldıq? 1 bölünsün. Eynisi ilə kotangens x-in törəməsi mənfi 1 bölünsün sinus kvadratı x. Burada mənfi 1-i orada sürətdə yaranır kosinus kvadratı çıxar sinus kvadratı. Düsturda yaranır sinus çıxar kosinus yaranır. Yerin dəyişib qarşıya mənfi verən kimi olur mənfi 1. Sonra var mürəkkəb funksiyanın düsturu. Uşaqlar, bax, ola bilər olsun belə, kənar. Sinus 3x-in törəməsi. Sinus x-in törəməsi nədir? Bax, bir də həm sinusun öz törəməsinə baxsan. Deyirsən kosinus 3x. Bir dəfəm də əlavə bu daxildə nə varsa ona baxsan. Deməli, vura işsən nəyə? Doğrudur ki. Məsələn, kosinus 4x deyiləm. Kosinusun törəməsi nədir? Mənfi sinus 4x. Bir də bu 4x-dən törəm alasın. Mənfi 4 sinus 4x. Oldu? Törəmənin düsturuna görə dedik də. Elə kosinus həmişə mənfi sinus x törəməsi. Yaxşı? Sən onun bucaq əmsalı çəkilən toxunan, iti bucaq əmələ gətirəndə k müsbəti verir. Deməli, bu kör bucaq əmələ gətirib ki, k mənfini verir də. Yaxşı? İndi uşaqlar, nəyi bilməli? Bax, kosinus ola bilər 3x plus 10. Yenə eyni qayda. Kosinusun törəməsi nəyi verir? Mənfi sinus 3x plus 10 oldu mu? Təzdən bu 3x plus 10-dan yenə törəmə nəyi verir? Bəli, qarşıya da bir dənə 3 çıxdı. Oldu mənfi 3 sinus. Elə lazım deyil, belə də saxla. Yaxşı? Sonra. Və var, belə bir sual verər. Kub dərəcədən x üstü 5. Törəməsini tap. Bunu belə yaza bilərik. X üstü 5-də 3. İndi nədir törəməmiz? Üst vuraq. 5-də 3-dən 1-in çıxanı. Mənfi 5-də 2. Bu mənfi 5-də 2-də. Üstü mənfi olaraq yenir məxrəcə. 5-də 3. Bu üstü mənfidirsə yenir məxrəcə. X üstü 5-də 2 nə yazaram? 5-ci dərəcədən x-in kvadratı. Yaza bilmərik? Yəni düşdü məxrəcə. Törəməsi soruşsa belə yazır. Oldu mu? Sonra uşaqlar 1 bölü x-in törəməsini dedik. Kök altda x-in törəməsi. Kənan. Kök altda x-in törəməsini tapırıqsa, bunu indi açılışın yazıram. Amma siz əzbər yadda saxlayın ki, kök altda x-dən törəmə nə alır, 1 bölü x-dən nə alır. Onlar üçün ki, çox istifadə edəsiniz. Bu kök altda x-i x üstünə yazırıq.
Üstü değişir. 2'də 1. 2-də 1. Üst vuraq. Üstdən 1 var. 1 əzik. O da 2'də Oldu. 2-də 1-dən biri çıxdı, mənim 2-də 1 qalır. 1 bölək kök altda 1 bölünsün 2 vuraq. Bu x üstü 2-də 1 mənfidir. Yenir məxrəcə. Məxrəcdə x üstü 2-də 1 nə verir? Deməli bizim kök altda x-imizin törəməsi nə oldu? 1 bölək 2 kök altda x. Oldu? Kök altı ifadə mürəkkəb funksiya olsa, məsələn belə bir ifadə verər. 3x plus 5-in törəməsi. Bax bu kökü tətbiq edirəm. Kök altda x-in törəməsi 1 bölünsün 2 kök altda x. Yəni funksiya nədirsə o. Vuraq. Bir də funksiyanın özündən törəmə alasın. 3x plus 5-dən törəmə 3. Tutardı ki. Yaxşı? Bax müəllim. Ta ki belə bir ifadə yazıram. Kök altında x-in kvadratı gəlsin 2x üstə gəlsin 3-dür da. Kök altda x-in törəməsi nə verir? 1 bölünsün 2 kök altında həmən ifadə. Bir də vuraq da sürətlə yazaq. Bu 2x. Vuraq. Bəli, bax daxilin törəməsidir. X kvadrat törəməsi 2x. Vuraq 2. Üstə gəlir 2x-in törəməsi 2-dir, da 3-ün də törəməsi 0 verir. Tutardı ki 2x. Ola bilər buradan da 2-ni çıxardarsan qarşıya. Qalar 2 vuraq kök altda x kvadrat üstə gəlir 2x, üstə gəlir 3 qaldı. Düzdür? 2-lər də getdi. Qaldı x plus 1 bölünsün kök altı ifadə. Çətin deyil ki? Ay sağ ol. Sonra davam eləyək. Nəyi? Bax uşaqlar. A üstü x-in törəməsi Kənan. Üstü funksiya. A üstü x-in. A üstü x-in törəməsi bərabərdir. A üstü x vuraq. Ln. Elə y əsasdan deyil. Bəli, yes. Yadınızda saxlayın. Yeganə funksiyadır ki, törəməsi özünə bərabər. Y üstü x-in törəməsi elə y üstü x-ə. A üstü x-in törəməsi. Məsələn, bax bizə verici nə? 3 üstü x-dən törəmə. 3 üstü x vuraq. 3 üstü x vuraq ln. Bizə belə sual verər. Ln 5 vuraq 5 üstü x. Bu ln 5-imiz var. Bu sabit ədəddir. Qarşıda vuruq kimi durdu yerində. Ln 5 durdu yerində. Sən eləcə 5 üstü x-dən törəmə alasın. O da yeri. 5 üstü x vuraq ln 5. Oldu? İndi ola bilər ki, bu ln 5 sürətdə yox, burada məxrəcdə olar. Bəli, 1 bölünsün ln 5-i verib belə. Bu məxrəcdədirsə, 1 bölünsün. Bu ln 5 ilə bu ln 5 getdi. Düzdürmü? Burada 1 olsun da yerində. Cavab nə qalsın? 5x. İndi a üstü x-dən sonra olar loqaritma əsasdan x. Loqaritma a əsasdan x bərabərdir. X bölünsün, 1 bölünsün. X vuraq ln a olmalıdır. 1 bölək x vuraq ln a. Nə deməkdir? Məsələn, bax belə bir sual yazacaq. Loqaritma 5 əsasdan x-in törəməsi elə. 1 bölünsün 5. X vuraq olmadı. 1 bölünsün x ln a. 1 bölünsün x-dir. 1 bölünsün x. Ln nə olur? Ln 5. Yaxşı? 1 bölünsün x ln 5. Da ln əgər yenə deyirəm, ln 5 vurğu y üstü x vurğu varsa, bax y üstü x olanda özünü verir törəmə. Ln 5 olanda sabitdir. Yəni ayrı ədəddirsə törəməsi nə verəcək? Sabitdirsə törəməsi bizə 0 verir. İndi uşaqlar, nəyi biz nəzərdə tutmalıyıq? Bax, tutaq ki, belə bir sual verir. Fx bərabərdir. 3x kvadrat üstə gəl 4x üstə gəlsin 2-ni veribdir. F iştirir 3-ü tap. Yəni f törəmə 3 tap. Siz birinci törəməni tapıb, sonra yerinə iş yazarsınız. Gəlin biz f iştirir x tapaq. 3x-in törəməsi tapaq. 3 qalır. X kvadrat törəməsi nədir? 2x. 3-ə də vuran 6x elədir. Üstə gələk 4. Tutar ki, üstə gəl 4 oldu. 7 üst qoyduq. Bəli, f iştirir 3 deyirsə, x-in yerinə nə yazarsan? 3. Deməli, alt dəmic 6 vuraq 3 üstə gəlsin 4. Ola bilər ki, bir də verər ki, f iştirir x bərabərdir 20 veribdir.
Onu beraber 20'ye Bəli, bunu bərabər eləyib 20-yə x oradan tapırız. Yaxşı? Nice. Ola bilər ki, uşaqlar, sizə sualı nədir? İndi o biz toxunanın tənliyində keçəcəyik, əyri nədir? Deyər ki, toxunan çəkilmiş əyriyə absisok ilə 45 dərəcəli bucaq əmələ gətirir. Deməli, bizim f'(x)imiz nəyə bərabər olmalıdır? Tangens 45-də nəyə bərabərdir? 1-ə. Deməli, biz funksiyanın teoreməsini tapır, 1-ə bərabər. Yaxşı? İndi baxaq görüm, həmin suallar üzərində bizim çətinliyimiz çəkiləcək hər hansı bir sual olsa. Bax, suala baxın. Ln 2x min o. Biz ln x-in törəməsini demədik, eləmi? Yaxşı. Görürsünüz, ona görə deyirəm ki, çoxdur. Ln x-dən törəmə 1 bölünsün x. Mürəkkəb funksiya olsa 1 bölünsün kx plus b-dir. Bir də vuraq, bu daxilin törəməsi. Vuraq k. İndi bizə ln 2x plus 1-dən törəmə verirsə, 1 bölünsün 2x plus 1. Bir də 2x plus 1-in törəməsi nədir? Vuraq 2. Oldu? Bax, hər birinə aid nümunə göstərdik. İnşallah yaza bilərsiniz. Sonra törəməsini tap, törəmələrini tap. Bax, kökaltı ifadə mürəkkəb funksiyalar. Kökaltını dedim 1 bölü 2 kökdə x. Vuraq bir də kökaltı ifadənin kökaltı daxilin törəməsi. İndi baxaq, x kvadrası gəlir 3-ün mötərizə kvadratı gəlir. Bax, elə deyərik, fərq eləməz. X kvadrat üstə gəlsin 3-ün kvadrat, düzdür? Ya bu kvadratı yüksəldib, elə törəməd. Bu 2 deyil, məsələn, bu 4-dür. Əgər çətinə düşər. Onda oranın törəməsindən sonra üst 4. Üst vuraq, üstdən 1 əzik. Düzdür? 4 vuraq, 4-dən 1 əzik. Bir də vuraq, daxilin törəməsi, mürəkkəb funksiyadır. X kvadrat üstə gəlir, vuraq 2x. Eğer bu formada saxlayırıq mən. Deyərik f5-i tap, f3-ü tap. Hə, bəli. Yəni desə törəməsini tap, bu formada saxlayırsınız. Oldu? Yəni sizə çox çətinlik nəsə soruşmayacaq. Sonra bax, x kvadratı vuraq sinus x. Hasildir, ha. X-in kvadratı vuraq sinus x. Sinus x. Test işləmləri orada bir. Bərabərdir. Bax, hasildir. Birincinin törəməsi. Vuraq ikinci. Üstə gəlir. İndi ikincinin törəməsi. Vuraq birinci. Görə elə cavab yoxdursa, onda x-i çıxardaq qarşıya. X-i çıxartdıq qarşıya. Nə qaldı? 2 dənə x hələ. 2 sinus x. Üstə gəlinsin. X-i çıxartmışamsa, x-in biri qalıb, bir dənə qalıb. Və sonra bunlar da eyni qayda ilə. Bax, burada 5 bölünsün elin 4 var. Bax, bu sabit vuruqdur. Onunla işimiz yoxdur. Siz 4 üstü x-dən törəmə alasınız. F'1 törəməni tapandan sonra yerini yazacaq, 1 yazacaq. İndi y üstü x kubu minus 1. Bax, bu mürəkkəb funksiya oldu. Y üstü x-in kubu minus 1. Demişik, funksiyanın törəməsi özünü verir, elə. Bir də həm bunun özünü yazırsınız. Mürəkkəb funksiya olduğuna görə. Bir də həm də üstünü tör. X kubunun törəməsi nəyi verir? Bəli, 3x-in kvadratı. Oldu? Şu, f neçəni deyil? 1'i deyil. X-in yerinə 1 yazında. Y üstü 0 nəyi verəcək? Vuraq. 1'in kvadratı. 1 3'ə də vuranda 3. 1'i də 3'ə vuranda 3. Deməli, cavab olaraq 3. Bu mürəkkəb funksiyadır. Yaxşı. Y üstü nədirsə özünü götürür. Bir də dərəcəsini qüvvət, törəməsini tapırsınız. Yəqin ki, digər izahlar da bundan eynidir. Elə çalışmaq çətin olmaz. Neçə dənədir ümumi? 121. Gəlin onda biz bunu düsturların da örgənməli. 78'ə qədər yazaq.
Qalanını da sonra yazarıq. Olar? Oradan.